Növbəti sualda soruşur ki, imam daim qunut tutarsa tabe olmalıyıqmı? Bu məsələ hansı məsələdir? Bəzi məzhəblərdə var ki, fəcr namazında daimi qunut tutmaq var. Bəzi məzhəblərdə var ki, hər namazda qunut tutmaq var. Racih olan, doğru olan görüş odur ki, səbəbsiz fərz namazlarında qunut tutmaq məşru əməl deyil. Yəni şəri əməl deyil. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm qunut tutubsa da onu müəyyən bir səbəb üzündən tutub. Yəni hər hansı bir bəla gələndə, düşmən hücuma keçəndə və s. o zaman rəhbər tərəfindən əmr olunur ki, məscidlərdə qunut tutulsun. Yəni bu vitr qunutu deyil, başqa bir qunutdur. Yəni hansı ki orada dualar edilir, namazın sonunda, axırıncı rükətində qunut tutulur. Amma səbəbsiz olaraq belə bu şəkildə qunut tutmaq məşru deyil. Lakin imam o məzhəbdəndirsə və daima qunut tutursa, arxada olan məmumlar da ona tabe olur. Necə ki, İmam Əhməd rahimehullahın məzhəbi bəllidir ki, İmam Əhmədin məzhəbində qunut tutmaq yoxdur. Lakin İmam Əhmədə sual verirlər ki, qunut tutan imamın arxasında nə edək? Deyir, onunla bərabər qunut tutun. Necə ki, İbn Məsud radiyallahu anhu, Osman radiyallahu anhu Məkkədə namazları Minada tam qılanda ona tabe olur. Və İbn Məsuda sual verəndə ki, sən bilirsən ki, Rasulullah sallallahu əleyhi və səlləm Minada namazları qısaldıb və Osman radiyallahu anhu da burada xəta etdi, namazları tam qıldı. Nə üçün ona tabe oldun? Deyir ki, xilaf şərdir. Xilaf olmaq şərdir. Ona görə imama tabe olunur. Düzünü Allah bilir.